Qardaş, Sumqayıtda parkın içində cənnət yaradıblar. Bax, bura deyilənə görə Sumqayıtda ən böyük açıq hava restoranıdır. Nəsimi parkında yerləşən Central Parkı Sumqayıtda çox adam tanıyır. Dostlarımızın dediyinə görə bura ad günü və digər xeyir işlər üçün çox uğurlu bir məkandır. Ümumilikdə 3 böyük banket zalı və 13 kabineti var. Bax, məkanın Sumqayıt bulvarına açılan panoraması var. Buranın ən böyük üstünlüyü məncə parkın içində yerləşməsidir. Hər tərəf yaşıllıqdır. Adamın gözü dincəlir. Elə mənzərəsinə və mətbəxinə görə də daimi müştəri kontingenti var. Biz də 1 iyun Uşaqlar günündə burada qonaq olduq. Sumqayıta gəlib corab tutabı yeməsən günah olar. Menyudan seçdiyimiz turşulu antrikot da çox əla idi. Ümumiyyətlə məkanın mətbəxinə söz yox. Sonda kabablar gəldi. Düzdür, çox gec gəldi. Müştəri çox olanda mətbəx yüklənir, xidmət axsayır. Ona görə də məsləhətdir ki, bura xüsusi günlərdə gəlsəz, həm masa rezerviniz olsun, həm də yemək sifarişini öncədən eləyəsiz. Central Parkda tez-tez məşhur müğənnilər səhnə alır. Ümumiyyətlə şou proqramları ilə tanınan bir yerdir. Həm animatorlar, həm sənətçilər meydanı o ki var coşdurur. Ailənizdə xeyir iş olarsa rahatlıqla burada qeyd eləyə bilərsiniz. İnşallah ki, razı qalarsınız. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.